Hər kəsə Türkiyədən, İzmirdən salamlar. Mən bu vlogda Montenegrodan Bakıya gəlişimi çəkirəm. İzləmədə qalın. Maraqlı video olmağını istəyirəm. Ümidvaram maraqlı olar sizin üçün də. Hal-hazırda İzmirdə hava limanındayıq və uçuşumuzun saatının gəlməsini gözləyirik. İzmirin belə bir maraqlı və heç də balaca olmayan bir hava limanı var. Sizə gəlin hava limanında personal boşluğu olan bir hissəsini göstərim. Bizim uçuşumuz baxın orada göstərir. Bakı. Növbəti mərtəbəyə çıxaq. Neçə mərtəbəli olduğunu sizə yalan demiş olaram. Burada 2 göstərir. Burada paltar dəyişmə otaqları var. Havalimanının içində. Giden yolcu katı. Departure level. Teşekkür. Havalimanı o kadar böyüdü ki gəz bitmir. Çox böyüdü həqiqətən də, həm də gözəldir, heç də pis bir havalimanı deyil. Çox maraqlı görüntüsü var İzmir havalimanının. Hələ bunlara baxın. Havalimanının içində belə bir maraqlı kitab, kafe, restoran var. Dizaynı çox maraqlı, sadə. Xoşuma gəldi. Havalimanının içindən belə bir maşın yolu var. Tam olaraq içindən. Baxın, belə bir görənləriniz mütləq ki vardır, amma mən ilk dəfə görürəm. İzmirə, səhv etmirəmsə, ilk dəfə yox, ilk dəfə deyil, ikinci dəfə də gəlirəm, amma bunları görməmişdim. Düzdür, burada İzmir Havalimanı rəhbərliyi yolkaları yığışdırmayıb, hələ də fikirləşir ki, yəqin 2026-ya artıq az qalıb yeni ilə. Ona görə burada hələ də yolkalar var. Amma görünüş olaraq ümumi havalimanının görüntüsü, dizaynı çox qəşəngdir. Hələ buradakı bu yoxlanış yerlərinə baxın. Çox maraqlıdır.
araba. Bastım. Siyah. Ne göstereceğiler? Ne bu? Biz bu kırmızı. Ha. Yeni kadayı. Hele. Ne çok? Ben telefonu. Tuttun. Neydi o? Balık idi. Ay maşallah. Bir daha tutmuşum. İki daha tutmuşum. Ay maşallah. Sen balıqçı olarsan böyüyəndə. Var elə bir planın yoxsa? Balık tutacağım. Ay maşallah. Çeken de olacak, balık tutacağım. Hə, həm fotoqraf olacaqsan, həm balıq tutan. Maraqlıdır, qeyri-adisən. Buradan nə deyə bilərsən? Ha? Bu videoya baxanlara nə demək istəyirsən? Ne diyeceğim? Hiç ne?
Həsrətinlə ürəyimə, həsrətimin əvəzinə daş asırsan. Bəs bilmirdin özün mənə yad olduqca. Veya oturacağın altından götürürüklə başımızdan geçirik. İpini özümüze uygun tənzimləyirik. Doldurmaq üçün lampanı çəkirik. Ünlüyü sürmək üçün klapandan istifadə edirik. Lampa suda avtomatik işe düşür. Ünlüyü yalnız salondan çıxandan sonra doldurulur. Körpələr üçünsə ünlüyü təyyarədə Hanımlar ve cənablar, Səbiha Gökçen Beynəlxalq Hava Limanına xoş gəldiniz. Havanın temperaturu müsbət 6 dərəcə Selsius. Təhlükəsizliyiniz üçün sizdən xahiş edirik. Kapitan koruyucu kəmərləri bağlı işıq instruksiyonlarına diqqət etməyiniz, əyləşin və koruyucu kəmərləri bağlı saxlayın. Yolcularının 505A nolu çıkış kapısından uçağa gelmeleri önemli rica olunur. Attention please. Last call. Passengers vertical. Pegasus Airlines. Flight number PC 12732 Oslo are kindly Salamlar, Karadağ'a gedirik, Montenegro'ya. Bugün günlerden 9 Mart 11:45 saat. Bizim uçuş vaxtımız isə 15:35-dədir. 4-ə qalmış. Gözləyirik. Vaxtımız gəlib çatsın. İzləmədə qalın. dünyalar. İstersen ben de unudum varlığımı sana göre. Yeter ki o gamlı gözler yine gülsün. Öpüp geçen hoş günlerim
da düşsün. Ben de bakıl gəm kədəri tez